Bütün tamaşaçıları ürəkdən salamlayıram. Bu son 100 gündə bütün bizim gənc mütəxəssislərə, bizim könüllərimizə mən uğurlar arzulayıram. Sözsüz ki, bu böyük tədbirdir və çox tərəfli təşkilat işləridir. 4000-ə yaxın idmançılar və nümayəndə heyətlər gələcək. Onları qarşılamaq, onları atletlər kəndinə gətirmək, orada onları yerləşdirmək, onların qidalanması, onların nəqliyyat məsələləri. Və biz bu bütün işlərin üzərində hal-hazırda işləyirik. Burada deyək ki, balaca sual, vacib olmayan sual yoxdur. Hər bir mərhələdə, hər bir addımda bütün olan suallar, bütün olan problemlər, hamısı ki, bizim rastımıza gəlir, olan hamısı vacibdir. Üçüncü İslam oyunlarında idmançıların sayı 2000-ə yaxın idi. Əsas da böyük tərkiblə iştirak edən ölkələrin sayı da 38 idi. İslam Həmrəylik Təşkilatının tərkibində 57 dünyada hal-hazırda mövcud olan İslam ölkəsi, demək olar ki, üz təşkilatlardır. 57 ölkədən 50-si öz təsdiqini verib. O 50 ölkədən həm də bizim şef demisyon iclaslarımıza, həm də koordinasiya komissiyanın iclaslarına onlar gəlirlər. Yəni ki, demək olar ki, bu təsdiq onların tərəfindən var və bu, demək olar ki, rekord bir rəqəmdir. Mən qeyd elədim ki, bu oyunlar İslam idman oyunlarıdır. Amma idmandan başqa bu təşkilat işlərində, o təşkilat işlər hər tərəflidir. Yəni ki, orada sadəcə idmançı öz idman meydançasında yox, həm də onun qalmağı, gəlməyi, yəni ki, çox məsələlər var. Və bu ilk öncə bizim könüllər üçün imkan yaradır. Bu sahədə böyük bir təcrübə toplana bilsinlər. Bizə də təcrübəli gənclər çox vacibdir və onların Azərbaycanın hər bir sahədə olan rolu da çox vacibdir. Bu, bizim xalqımızın gələcəyidir. Avropa oyunları üçün ancaq bu binada, Təşkilat Komitəsində 600-ə yaxın xarici işləyirdi. Amma bu səfər İslam oyunlarında bugünə 56 nəfər xarici, oyunların axırına qədər daha 37 xarici mütəxəssis dəvət olunacaq. Ancaq pik vaxtında. Yəni ki, bu müqayisə üçün 6 dəfədən az dəvət olunur. Niyə görə? Ona görə ki, bizim öz yerli mütəxəssislərimiz, dünənki volontyorlarımız bu günləri artıq özləri də mütəxəssis vəzifəsində işləyirlər. Baxmayaraq ki, 25 ildir müstəqilimizi biz əldə etmişik, ona baxmayaraq hansı böyük layihələrə biz ev sahibliyi edirik və necə lahincə, necə yüksək səviyyədə onları keçidə bilirik. Bu ən böyük bizim üçün sərvətdir, mən deyə bilərəm ki, ən böyük uğurdur. Hamısında da mən bu 100 günün, son 100 günü çox, belə deyə, yüksək səviyyədə və uğurla bu işlər aparılmasını arzulayıram.